azadlık ayrısı sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixidir və hər il Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar bu günü qeyd etməyə xüsusi önəm verir. Bu ildə istisna olmadı. Virginiyada fəaliyyət göstərən MEKA təşkilatı ənənəvi food festivalı təşkil etdi. Ardınca isə Aleksandriyada yerləşən Azərbaycan evi möhtəşəm bir konsert proqramı ilə izləyiciləri bir araya gətirdi. Tədbirlərin son nöqtəsini isə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi qoydu. Rəsmi bayram yeməyi ilə. Bu dəfə Amerikano sizi Amerikada, DMV ərazisində keçirilən Azərbaycan Müstəqillik Günü tədbirlərinə aparacaq. Mayın 24-də MEKA-nın təşkil etdiyi ənənəvi food festival bu dəfə də ləzzət, musiqi və birlik dolu bir günə çevrildi. Festival çərçivəsində ləziz yeməklər, uşaqlar üçün əyləncəli fəaliyyətlər və canlı musiqi proqramları təqdim olundu. Sözün düzü 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsindən sonra havanın soyuq və yağışlı olmasına baxmayaraq biz hansısa bir şəkildə şəhid ailələrinə və qazi ailələrinə dəstək üçün belə bir qısa zaman içərisində belə bir qərara gəldik ki, biz hansısa bir şəkildə dəstək olaq və qida sərgisi, satışı təşkil elədik MEKA adından və noyabr və dekabr aylarında 2 dəfə təşkil elədik və topladığımız bütün məbləği Azərbaycana göndərdik. Üstündən bir neçə il keçdi. Biz dedik ki, iştirak da çox gözəl idi. Baxmayaraq ki, güclü yağış yağırdı, hava çox şaxtaydı. Qərar verdik ki, biz niyə də bunu davam elətdirməyək və keçən il oktyabr ayında yenidən bunu təşkil elədik. Və buradan gələn ziyarətçilərdən belə bir təklif gəldi ki, biz bunu bir dəfə deyil, ildə bir neçə dəfə istəyirik. MEKA təşkilatı olaraq qərara gəldik ki, hər ildə bir neçə dəfə belə bir tədbir keçirdək, ənənəvi hala gəlsin. Azərbaycan yeməklərini tanıdaq, mədəniyyətimizi tanıdaq, insanlar gəlsin, getsin. Böyük tədbirlər eləmək çətin olur. İldə bir neçə dəfə belə bir tədbir keçiriləndə yaxşı olur. Köhnə dostlar gəlir, bu ətrafda qalan insanlar, hamı bir-birinə gəlir, tanış olur. Bu təkcə yemək yarmarkası deyil, eyni zamanda həm də insanların görüşdüyü, insanların tanış olduğu, şəbəkələşdiyi, networking elədiyi tədbirdir. Musiqimiz var, güləş yerimiz var, oyunlar var uşaqlar üçün, fərqli mədəni tədbirlərimiz var. Bunların hamısında gəlib iştirak edə bilərsiniz. Hoş gördük. Sən artıq neçə vaxtdır buradasan? 3-cü aydır ki artıq buradayam. 3 aydan sonra nəhayət görüşdük, hə? Bəli, bəli. Elə gəlməmişdən qabaq danışırdıq, görüşərik, amma indi qismət oldu. Belə bir gözəl, belə atmosferdə, bütün Azərbaycanlılar burada və səni də görmək əlbəttə ki, çox xoş oldu. Mən də çox şad oldum. Görüşəcəyik sonra birazdan. Duş olsun. Nə yeyirsən? Nə aldın buradan? Buradan dürüm aldım, dürüm lavaşda. Ləzzətli də hər şey, hə? Ləzzətlidir, tövsiyə edirəm. Sən burada bu gün izləyici kimisən, yəni qonaq kimi gəlmisən, yoxsa sən də nəyisə təmsil edirsən? Mən bu il ancaq yeməyə gəlmişəm. Kuponlar
necə işdir ümumiyyətlə bu kupon 50 məsələsi? dollar verib 6 dənə kupon almışam. Yemək alıb evə də aparacağıq. Nə qəşəng sərf eləyir bu. Yaxşı fikirdə öyrəndim. Bu birinci dəfə deyil deyəsən, ikinci dəfədir. Keçən ildə buradaydıq. Bu ildə hər il eyni şəkildə dəstək olmağa çalışırıq bu small business ownerları. Özümüz də small business owner olduğumuz üçün başa düşürük ki, çətindir. Bəli. Dəstəkləmək Bəli. lazımdır. Necə gedir small businessin? Yaxşıdır, real estate marketi də əladır, çox şükür. Gözəl. Reytlər olduğu kimi qalır, amma evlərin qiyməti artır. Ev alanlar da az deyil, rəqabət də var, çox şükür. Salam aleyküm. Siz nə hazırlayırsınız? Ay, nə qəşəng. Nə var burada? Nə satırsınız? Burada biz şeyler satırıq. Olive oil'lar. Bu en böyüğüdür. Buraya Bu alacağız. Azərbaycandan gəlib, hə? Bunlar hamısı Azərbaycan məhsuludur. Bu Azərbaycan'dan. Ama bunun ağacı de burada barbekü. Adı diye bilmirəm. Bunlar Fransa'nın Spaynalı şeyidir. Ağaçlarıdır. Bizim torpağımızda əkilib, böyüyüblər, şey ediblər. Oradan da götürüblər, ediblər. Qəşəng. Gözəl məhsullardır. Alıcı var, yoxsa yoxdur hələ heç kəs? Belə bir dənəsi olub. Hələ bir dənə sok alıblar. 2 litr. 2 dənə su alıblar. Bu da. Oy. Alacaqdarıq. Almağa gəlmisiniz, buyurun. Okey, Cüneyd, mən sənə mane olmayayım onda. Artıq müştərilər gəlir yavaş-yavaş. Uğurlar arzu edirəm sənə. Hələlik. Görə biləcəyiniz zeytun yağlarıyla tanış edeyim sizi. Zeytun yağları görürsünüz Azərbaycan yağlarıdır. Bu xüsusi yağlardır. Simple arbekin, yəni arbekin ağacından toplanan, əllə toplama, soyuq və fresh, yəni 8 saatdan daha qısa bir sürədə sıxılmış yağlardır və aşağı asidlilikdə olan yağlardır. Biz bunu Amerikada 7 ştatda satırıq hal-hazırda. New Jersey, New York, Connecticut, Massachusetts, Pennsylvania, Virginia, North Carolina ştatlarında artıq satırıq. Mən özüm New Jersey'dən bu gün qida festivalında iştirak etmək üçün gəldim. Bir iyun 2025-ci il tarixində Virginia ştatının Fairfax şəhər meriyasının Veteranlar Amfiteatrı Azərbaycan mədəniyyət tədbirinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil edilən bu xüsusi konsert Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycan icmasını bir araya gətirərək tarix, mədəniyyət və gələcək nəsillər arasında körpü qurdu. Tədbir Azərbaycan evinin təşkilatçılığı, Baku Delicious'ın sponsorluğu və Can Könüllülər proqramının fəal dəstəyi ilə həyata keçirildi. Konsert proqramı milli musiqi, rəqs, poeziya, Üç renklidir bayrağımız, qalxan bayraq enən deyil. Mərd oğullar dar ayaqda öz andından dönən deyil. O torpaq ki tapdalanır ayaq altda, vətən deyil. O torpaqda bağ becərsən, ot göyərib bitən deyil. və teatr nümunələri ilə zəngin idi.
İfaçılar arasında uşaqlardan tutmuş gənclərə və peşəkar sənətçilərə qədər fərqli yaş və təcrübə sahibləri yer aldı. Akşam eza geldi bahar, yaşıl hali serdi bahar. Gel dedim gelmedi yar, gelmedi yar. Qırağa qoyun. Onların çıxışları Azərbaycan mədəni irsini və digər türk xalqları ilə olan ortaq bağları səhnəyə daşıdı. Konsert zamanı Azərbaycan Dili Məktəbinin bir neçə seçilmiş şagirdi səhnəyə dəvət olunaraq qısa şəkildə təltif edildi. Konsert simvolik olaraq yallı rəqsi ilə yekunlaşdı. Səhnəyə çıxan bütün iştirakçılar və tamaşaçılar əl-ələ verərək birlik, sevinç və milli həmrəyliyin ruhunu yaşatdılar. Biz çox həyəcanlıydıq başdan sona və ən son dəqiqəyə qədər qeydiyyatdan keçənlər var idi. Onlara necə çataq deyə, amma hər şeyi öz elə bilən professionalına həvalə eləmişdi. Günel Nəcəfzadə olsun, siz olun, Zaur Baxış olsun və çox şadıq ki, Azərbaycanın belə təmsilçiləri var burada ki, biz onlarla birlikdə tədbir təşkil edə bilirik. Sevda Tahirli böyük ideoloqdur. O ilə yəni müzakirələrimiz əslində bizi bu məkana çatdırdı. Burada da yaxşı da amfiteatr var. Bir də önəmi var ki, bu Fairfax City Hall'un önüdür. Yəni bir növ bir mesaj da gedir. Azərbaycan Müstəqillik Günü və Uşaqlar Gününə həsr olundu bu tədbir. Biz onlara da dəvət göndərdik. Biraz tariximiz haqqında məlumat verdik. Yəni həm icmamız üçün, həm xaricilər üçün hər millətdən burada siz dediyiniz kimi adamlar var idi. Mənim köhnə iş yoldaşlarım. Yəni çatmağa çalışdıq xaricilərə və elədikcə də yollarını öyrənirik. Ona görə çıxış edən hər kəs çox sağ olsun. Özünə məsuliyyəti götürən, onu yerinə yetirən hər kəs sağ olsun. Azərbaycanlılarımız o qədər istedadlıdırlar ki, bizim özümüzə qoyduğumuz tələblər o qədər yüksəkdir ki, ondan başqa bir şey elə biləm alınmaz. Yəni o yaxşı olmalıdır. İdeya müəllifi və təşkilatçı Azərbaycan evi idi. Virginiyada yerləşir və bu bizim 12-ci tədbirimiz idi. Bizə dəstək olan, maddi dəstək Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan icma üzvləri idi. Başda Baku Delişsi olmaqla, bəzi realtorlarımız olmaqla, yəni hər kəs öz töhfəsini bir şəkildə verməyə çalışır, amma finansal məsələləri də bu şəkildə həll eləməyə çalışır. Bizim donation fondumuz var. Onun da böyük məsuliyyəti o iyanələri almaq və onun hesabatını icmaya vermək. Qeyri-hökumət təşkilatı, non-profit gedir burada adı. Yəni həm iyanələrlə onun yoluna düşdükcə Azərbaycan da sağ olsun o qədər bayramımız var ki, bir bayramın tədbirini qutarıq, o biri başlayır. Heç iyanəyə oturub fokuslansaq orada da çox gəlirlər əldə edib Azərbaycan mədəniyyətinin, tarixinin çatdırılması üçün daha yaxşı işlər də görə bilərik. Bütün dəstək olanlara çox böyük təşəkkür edirik. Doğrudan da bu günləri əsl bayram əhval-ruhiyyəsi idi və elə bir ki, bütün Azərbaycanlıların ürəyindən keçən bir istək bu günləri gerçəkləşdi. Doğrudan bu bizim çox əziz bayramımızdır. Azərbaycan, mən deyərdim tək Respublika günü yox, həm də bir növ Azərbaycan dövlətçiliyinin bərpası günü. Belə də adlandırmaq olar. Ona görə hamını təbrik edirəm. Allah Taala eşitdi dualarımızı. Dünənləri dəhşətli dolu yağırdı, qar yağırdı. Qar yağ, dolu və yağış yağırdı. Bu günləri gözəl hava və doğrudan da bu məkanda və təşkilatçılar Azərbaycan evi çox gözəl bir proqram tərtib elədilər. Ona görə onlara minnətdarlıq, hamıya da can sağlığı, bir də təbriklər. Nə demək istəyirsiniz bugünkü çıxış haqqında? Bugün necə keçdi? Çox gözəl Azərbaycanlı yaşayanlar görürəm Amerikada, Virginiyada.
Çox maraqlı yığırsınız bayram üçün. Siz o qədər hörmətiniz var. Özün mədəni üçün vətən sevgilər çoxdur burada. Onu mən də sizin bayrağınız görəndə mən o oğlan bayrağınız ütdü. Bizdə balaca var evdə o ütdü. Bilməmişəm harda öyrəndi bir hərəkət belə. Yəqin ki sizin prezidentiniz gördük televiziyada öpdü bayraq o öpdü də. Ya çünki onun anası Azərbaycanlı ona görə. Gəlin sizi bizim könlümüzlə tanış edeyim. Olarsız mümkün deyildi. Elmira. Çox sağ ol. Təşəkkür eləmək istədim hamının önündə sənə ki, sən bugün buradaydın bizimlə. Böyük iş gördün. Bütün məsuliyyətimi elə bildim ki, rahatlıq tapırdım və həmçinin Günel xanımla da birbaşa işlədim. Nə demək istəyirsən tədbirlə bağlı, bizlə olan könüllülüklə bağlı, könlünlə bağlı? Çox yaxşı keçdi, çox pozitiv keçdi. Hamını belə bir yerdə görmək çox gözəl bir hissdir və hər tədbirdə biraz daha artır və bu bizim üçün yəni belli olur ki, biz də işimizi yaxşı görürük və onun üçün çox sevinirəm. Çox sağ ol. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi isə iki bayramın şərəfinə ziyafət təşkil etdi. Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü. Səfir Xəzər İbrahim bu bayramlar münasibətilə həmvətənləri təbrik etdi. Əziz dostlar, soydaşlar, həqiqətən hər il sizlə birlikdə burada yığışmaq böyük bir şərəfdir. Biz hamımız birlikdə çalışırıq. Biz hamımız vətənimiz üçün çalışırıq və sizlər çox sağ olun ki, bizlərdəsiniz. İyunun 2-si paytaxt Vaşinqtonda yerləşən St. Francis Hall-a təkcə DMV deyil, digər ştatlardan da icma nümayəndələri dəvət olunmuşdu. Mən Əzimov Əli, Chicago şəhərindən tədbir üçün gəlmişik. Sağ olsunlar. Görüşdürürlər burada Azərbaycan diasporaları bir yerdə bayramı qeyd edirlər. Bayramımız da mübarək. Sizinlə Mahəm. Bəli, biz artıq 2018-dən olaraq Azərbaycan American Community of Illinois Chicago'da fəaliyyət göstəririk. Artıq 2 təşkilat var orada. Bir Azərbaycan American Community of Illinois, bir də ki ACMA, Azərbaycan Center Midwest of America. Yəni hər ikimiz bir yerdə olaraq işlər görürük. Çalışırıq, tədbirlərimizi də bərabər keçirək. Bu sağ olsunlar bir neçə gün bundan qabaq 28 may günündə Azərbaycan bayrağı qaldırıldı Chicago mərkəzində. Çox böyük təşəbbüsdür. Yəni təşəkkürümüzü bildiririk. Bu qədər çalışırıq. Daha da necə deyirlər, keyfiyyətli işlər görək bir yerdə. Təbii ki, bir yerdə biz daha da güclüyük. Mənim adım Emin Səfərovdur. Artıq mən belə deyim də, baxmayaraq ki, belə ağsaqqal mənə yoxdur. Ağsaqqal kimi adam sayılarım çünki doğrudan da
çoxdandan da Amerikadayam. 98-ci ildə, 27 il artıq buradayam. Mən də East Coast-da yaşamışdım 5 ilə yaxın. Sonra Chicago'ya köçdüm. Artıq 23 ildir, 22 ildir Chicago'dayam. Yəni bu çox sevindirici haldır mənim üçün şəxsən. Çünki bu icmanı başlayanda yadımdadır, cəmi bəlkə də 5 nəfər adam var idi Chicago'da o vaxtda. Mən köçəndə güclə balayla yığışırdıq festivallara, Azərbaycan təmsil etmək üçün heç kim tapılmırdı, adam tapılmırdı, yəni əşyalar tapılmırdı. İndi bu boyda yəni illər ötürü o qədər yol keçmişik və Əli dediyi kimi artıq 2 dənə demək olar böyük icmamız var orada və onlar ikisi də gözəl bir fəaliyyətə aiddir, böyük bir fəaliyyət göstərirlər orada. Adım Hənifəyev Kamran. Mən də AAC Illinois təşkilatının təsisçilərindən, həm də aktivlərindən biriyəm. 3 ildir ki, Amerikada yaşayıram. Illinois'da gələndə Emin bəylə tanış olduq, Əlini artıq tanıyırdım və bizim icma da yavaş-yavaş aktivləşir. Bu bayram münasibəti ilə də səfiri dəvət edib gəlmişik bura. Burada da məqsədimiz başqa ştatlardakı icmalarla tanış olmaq, fikir mübadiləsi aparmaq, onların iş prinsiplərini öyrənmək və eyni işlə də biz öz icmamızı daha da aktivləşdirmək, daha da maraqlı eləmək, daha da insanları birləşdirməkdir. Azərbaycan Demokratik Respublikasının yaranışını qeyd edirik. O gün olsun 1000 illiyimizi qeyd eləyək inşallah. Biz olmasaq da bizim gələcək nəsillərimiz qeyd eləsin. Bugün gözəl günü qeyd edirik və New Yorkdan gəlmişik. Biz də New Yorkda da tədbir keçirdik. Amma belə böyük tədbir olmadı. Amma bugün buradayıq inşallah. Gözəl bir tədbir keçirəcəyik gözəl dostlarımızla. Müxtəlif ştatlardan da dostlarımız gəlib hamısını görməyə çox şad olduq və bizi dəvət elədiklərinə görə səfirliyə çox böyük minnətdarlığımı bildirirəm. Mən fəxr eləyirəm ki, Azərbaycanlıyam. Bu müstəqillik günümüzə görə çox sevinirəm. Əbu müəllim, siz ümumiyyətlə uzun illərdir burada yaşayırsınız. Neçə ildir təxminən? Mən 1977-ci ildən buradayım. Yəni 2 ildən sonra olacaq 50 il. Bir ömür. Yəni demək olar ki, faktiki burada böyümüşəm. 19 yaşımdan mən buradayım. Azərbaycanın bu irəliləməsi, qələbələri bizim başımızın ucalığıdır. Azərbaycanla fəxr eləyirik. Azərbaycan bayrağı həmişə uca olsun. Çox sevinirəm ki, torpaqlarımız azad olub və bu gün yəni Azərbaycan güclü bir dövlət kimi o bölgədə özünü göstərir, necə deyilir, belə başını dik tutur və inşallah həmişə belə olacaq. Yaşasın Azərbaycan. Mən həmişə gözümü açandan, özümü tanıyandan yaşasın Azərbaycan deyirəm. İndi də deyirəm, bundan sonra da nə qədər ki yaşayıram, nə qədər ki danışa bilərəm, onu deyəcəyəm. Michael'ın boyu məndən biraz yüksəkdir, hündürdür. Ona görə icazənizlə. Mən düşünürəm Michael'ın ürəyi də, peşəkarlığı da məndən böyüdür. Xahiş edirəm hər kəs Michael salamlasın. Mən düşünürəm çox nadir bir insandır Michael. Cəvər əslində Azərbaycanın xalq artistisən. Səni maşallah hər yerdə görmək olur, bütün tədbirlərə qatılırsan və neçə ildir artıq yəni Amerikadasan? 13 ildə Amerikadayam. Düzdür, 19 il bundan qabaq 2 illik gəlmişdim bura, Texasda yaşayırdım. Sonra Azərbaycana qayıtdım və 8 ildən sonra yenidən Amerikaya gəldim və artıq buradayam. Artıq 13 ildir. Bu gün aparıcısan burada həm də ifa elədin. Necə hiss edirsən özünü bayramlarda ümumiyyətlə bu qədər Azərbaycanlı görəndə? Əla, mən Azərbaycanlıları sevirəm. Mən Azərbaycanı sevirəm və Azərbaycanlıların öz millətimin arasında olmaqdan çox böyük zövq alıram. Bu həqiqətən də belədir. Hara getdim, məsələn Texasda yaşamışam 2 il. 3 il Qahirədə yaşamışam, Misirdə.
Washingtonda, sonra Virginiya köçdüm və gedər-getməz hara gedirəmsə gedim. Birinci sualım odur ki, burada Azərbaycan icması hardadır? Çünki mən Azərbaycanlılarla bu ünsiyyətlə qidalanıram sözün əsl mənasında. Bu heç bir pafos sözlər deyil, həqiqətən ürəkdən gələn sözlərdir. Hanımlar və cənablar, əziz dostlar, alqışlarınızla qarşılayın yeganə və təkrarsız. Please help me welcome one and only Zaur Cəlil. Yiğitlərin haray saldı, sən düşmənlərdən aldı. Gözün aydın ana yurdum, hər qarışın azad oldu. Ah, nələri, tapdım, itirdim. Bizim heç bir bayramı yeməksiz təsəvvür etmək olmaz. Milli mətbəximizin ən ləziz yeməkləri qonaqlara təqdim olundu. Bugün bütün bu bayram məclisi sizin catering şirkətinizin üzərindədir. Bütün yeməklər filan siz təşkil eləmisiniz. Yeməklərin çalışırıq ki, Amerikada da həm yerlilərimizə çatdıraq. Bilirik ki, bizim insan vətəndən uzaq olduqda vətəni özlədiyi kimi yeməklərini də özləmiş olur. Bu günləri biz də burada yeməkləri təşkil edirik. Mən artıq 3 ildir Azərbaycan yeməklərinin, Azərbaycan mətbəxin Amerikada tərənnüm edirik. Kaspi Catering olaraq fəaliyyət göstəririk. Azərbaycan yeməklərin Amerikada tərənnüm elətdiririk. Bu sadəcə bizim Azərbaycanlılarımız həmən yeməkləri görəndə vətən həsrətlərin bir azca da olsa söndürə bilirlər. Ondan yanaşıb Amerikalılar üçün də bizim yeməklərimiz artıq məşhur olub. Bizim yeməklərimizi bəyənirlər. Nətər deyirlər, bir wow eləyərək yeyirlər. Bu bizə daha çox xoşbəxtlik gətirir. Bu günlərdə Azərbaycan Demokratik Respublikasının yaranma günüdür. Mən bütün həmvətənlərimizi bayram münasibəti ilə təbrik edirəm. Qürbətdə mən artıq 10 ildir vətəndən kənarda bayramları qeyd edirəm. Belə günlərdə bir yerə toplanmaq gözəldir. Kimliyindən, siyasi və dini mənliyindən asılı olmayaraq biz Azərbaycanlıları bir yerə gətirən səbəb elə Azərbaycandır. Bir əsr əvvəl dünyada ilk müsəlman cümhuriyyəti kimi yaranan Azərbaycan bu gün də öz milli kimliyini və dəyərlərini qoruyaraq qlobal dünyada yerini axtarır. Azərbaycançılıq bizi bir millət kimi birləşdirən və gələcəyə aparan ideyadır. Bu yol ötən əsrdən bu yana yaradılan ideoloji təməllərlə güclənib və hər birimizin də üzərinə bir məsuliyyət qoyur. Dünyaya kimliyimizi düzgün tanıtmaq, milli mənəvi dəyərlərimizi qorumaq və çağdaş dünyaya uyğun şəkildə inkişaf etdirmək. Çünki harda olduğumuz deyil, bizi buraxdığımız iz müəyyən edir. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.